Savadsız müəllimlərin qarşısını indi ala bilməsək, sonra nə olacaq? Təbii ki, çətin olacaq. Bunu Milli Məclisin üzvü Polad Bülbüloğlu deyir. Keçmiş nazir olaraq musiqi müəllimləri attestasiya prosesini tam dəstəkləyirəm. Mədəniyyət Nazirliyi və komissiyanın tərəfindəyəm. Modernazın məlumatına görə bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, sabiq Mədəniyyət Naziri Polad Bülbüloğlu deyib. O qeyd edib ki, attestasiya məsələsi çoxdan gündəmdə idi. Bu məsələlər çoxdan var idi və mən kiçikdə olsa bir tarixçəni demək istəyirəm. 30 ilə yaxın bizim 7 rayonumuz işğal altında oldu. Bizim bu müddətdə əsas məqsədimiz 7 rayonda olan 80-dən çox musiqi məktəbində müəllimləri marşsız qoymamaq, çətin də olsa həmin musiqi məktəblərini yaşada bilmək və məhv olunmasına qoymamaq idi. Bir neçə dəfə Maliyyə Nazirliyi də qeyd etmişdi ki, işğal altında olan rayonların musiqi məktəbləri, muzeyləri saxlanılmamalıdır. Necə olur ki, bina yoxdur, amma maaş tələb edirsiniz. Amma ümumilli lider Heydər Əliyev buna imkan vermədi və bildirdi ki, işğal bitdikdən sonra bu ənənə davam etməlidir. Düzdür, maaşlar çox aşağı idi, amma kiminsə yaxınları, qohumları bu sahəyə cəlb olunurdu ki, o sahələr boş qalmasın. 5 ildir qələbə çalan və bütün imkanları olan ölkə kimi yenidən bu məsələyə qayıtdıq. Çünki bu sahələrdə çox acınacaqlı məsələlər var. Bu dəyişikliklərə ehtiyac duyuruq. Bu məsələlərə həm də fərdi yanaşmaq lazımdır. Adam gəlir 58 yaşı var, pensiyaya çıxmaq üçün 2 il qalıb, qeyd eləyir ki, təkdir, başqa gəliri yoxdur, vətəndaşları incitmək olmaz və inanıram ki, Mədəniyyət Nazirliyi heç bir vətəndaşı yolda qoymayacaq. Müəllim kimi işləməsələr də hansısa inzibati işdə çalışmalarına imkan yaradılmalıdır. Reallıq da göstərir ki, savadsız müəllimlərin sayı çoxdur və onlar uşaqlara çox zərər vururlar. Onların qarşısını indi ala bilməsək, heç vaxt ala bilməyəcəyik deyə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, sabiq Mədəniyyət Naziri Polad Bülbüloğlu qeyd eləyib. Düzdür, Polad Bülbüloğlu burada müsahibəsi zamanı Modernaza deyir ki, adam gəlir 58 yaş var, pensiyaya çıxması üçün 2 il qalıb. Bizim hörmətli deputat millət vəkilinin diqqətinə çatdırmaq istəyirəm ki, kişilər Azərbaycanda 65 yaşında pensiyaya çıxır və 2027-ci ildə qadınların da pensiya yaşı 65 olacaq. Yəni 60 yaşında Azərbaycanda pensiyaya çıxanlar yoxdur. Hansı ki, o riskli işlərdə işləyənlər filanlar, o xüsusi belə deyək də pensiyaya çıxan insanlar var. Onları çıxmaq şərti ilə, məsəl üçün, hansısa bir musiqi müəllimi 60 yaşında pensiyaya çıxmır. Yəqin Polad Bülbüloğlu'na elə gəlir ki, Azərbaycanda pensiya yaşı 60 yaşdır. Əks təqdirdə 58 yaşı var, 2 ildən sonra pensiyaya çıxacaq deməzdi. Və müəllimlərin imtahan məsələsinə gəldikdə, növbəti bir komitə sədri də bununla bağlı danışıb, o fikri də səsləndirim, onun ardından bununla bağlı fikirlərim olacaq. Sovet dövləti yaradılanda ideologiyanı yaymaq üçün əsas vasitə kolleclər idi. Bugün təhsilin digər sahələrində necə ki, kolleclərə ehtiyac yoxdur, eyni zamanda musiqi məktəblərində də olmamalıdır. Modernaza məlumatında bu sözləri Milli Məclisin Elm və Təhsil Komitəsinin rəhbəri Anar İskəndərov İncəsənət məktəblərində müəllim keyfiyyəti adlı tədbirdə çıxışı zamanı qeyd edib. O bildirib ki, uzun müddətdir Elm və Təhsil Nazirliyi bu prosesin içindədir. Məlum olur ki, kollec bitib saxta diplomla müəllimlik eləyən çox sayda şəxs var idi. Nəticələr göstərir ki, mədəniyyət sahəsində də saxta diplomlu müəllimlər var. Sertifikasiya imtahanından kəsilən müəllimlər 25-30 il dərs deyib sonra deyir mənim haqqımı ver və deməli, o bildirir ki, təcrübə göstərir ki, bu sahədə kifayət qədər boşluqlar var. İndi də Mədəniyyət Nazirliyi bu işlə məşğuldur. Mən əminəm ki, Mədəniyyət Nazirliyinin bu sahədə gördüyü işlər nəticəsini verəcək və savada olmayan bütün müəllimlər işdən azad olunacaqlar. Bu cəmiyyətin inkişafına mane olanları, biz cəmiyyətin inkişafına mane olanları işdə saxlamamalıyıq deyə Elm və Təhsil Komitəsinin rəhbəri Anar İskəndərov qeyd eləyib. Məsələ burasındadır ki, son aylar, son 1-2 ayda ümumiyyətlə musiqi müəllimlərinin imtahan məsələsində böyük bir səs-küy var. Musiqi müəllimləri sözün həqiqi mənasında fəryad eləyirlər ki, bəs bizdən imtahan götürmək olmaz və bir də belə fikirlər səsləndirirlər ki, bizdən imtahan götürənlər düşünmürlər ki, bizim evimizdə bir neçə uşaq ac qalacaq, çünki biz
ailə saxlayırıq, biz ailə başçısıyıq. Hətta bu yaxınlarda bir qrup müəllim təşkilatçıları səhv eləmirəmsə Gəncə şəhərində yaşayan bir musiqi müəllimidir. Bu TikTok sosial şəbəkəsində də Haqqın Səsi adıyla fəaliyyət göstərir. Yəni onun dediyinə görə o haqqın carçısıdır. İndi bunun da üzərinə gələcəm. Demək ki, bu Gəncədən olan musiqi müəllimi bir qrup müəllimi də ətrafına topladı və asta qaçan namərddir deyib düz üz tutdular prezident aparatının qarşısına. Təbii ki, elə onların prezidentin qəbuluna yazılmadan, bununla bağlı kimsəyə məlumat vermədən Gəncədən düz Bakıya gəlmələri əslində bu müəllimlərin nə qədər savadsız olduğunun birinci göstəricisi idi. Hər kəs gözəl bilir ki, Azərbaycan prezidentinin qəbuluna düşmək üçün qəbula yazılmaq lazımdır. Nə zaman ki prezident zaman edib səni qəbul eləyərsə, o zaman təbii ki qəbuluna gedəcəksən. Yoxsa ki, biz prezidentin Cəsarət adlı çağırışına səs veririk. Prezident deyir ki, məmur özbaşınalığını açıqlayın, çatdırın filan əlində bu sözləri rəhbər tutub Gəncədən Bakıya gələn müəllim savadlı ola bilməz bir mənalı şəkildə yenə də deyirəm. Birinci, prezidentin qəbuluna, ürəyim belə istədi, gedib prezidentin qəbuluna düşmək istəyirəm, yəni düşüncəsində ola bilməzsiniz. Siz elə məsəl üçün o Gəncədə olan müəllimi deyirəm, siz hələ gedin görün, gəlib icra hakimiyyətinin qarşısında dayanan kimi icra hakimi sizi qəbul eləyirmi? Bu istəyir Gəncənin icra hakimi olsun, istəyir Şəkinin olsun, istəyirsə də ki, nə bilim, Qazağın olsun və yaxud da ki, Qusarın olsun, nə fərqi var ki? Yəni normalda vətəndaş qəbula yazılmalıdır. Birinci savadsızlığınız bununla göründümü? Və orada Azərbaycan polisinin o fotoları tapa bilsə mənim rejissorum, onu təqdim etsə çox gözəl olar. Və deməli, Azərbaycan polisinin işini kölgəyə salır. Hansı ki, prezident aparatının qarşısında dayanan polis əməkdaşları var. Ümumiyyətlə, polislər asayişi qoruyurlar. Yol polisləri yola diqqət edir. Təbii ki, digər polislər də asayişi qoruyurlar. Və bu müəllimlər polisi az qala məsxəriyə qoyurdular. Polis bunlarla bərabər yürüyür. Təbii ki, prezident aparatının qabağı xüsusi mühafizə olunur ki, belə də olunmalıdır. Daxili İşlər Nazirliyi də, Xarici İşlər Nazirliyi də, digər bizim nazirliklərimiz də, çünki önəmli qurumlarda onların hər biri. Və deyir, niyə imkan vermirsiniz, biz girək içəri? Bunu bir musiqi müəllimi deyir. Bəlkə də Haqqın Səsi yazsa siz çıxar orada. Bunu bir musiqi müəllimi deyir. Polisə deyir ki, niyə icazə vermirsən? Müəllimin ikinci savadsızlığı göz görə ortaya gəldi mi? Bəli. Çünki hələ də ora yığışıb gələn, bizdən imtahan götürməyən və əslində bütün çağırışlarında biz savadsızıq deyən müəllimlərin özlərini ifşa etdiyi bir yer idi. Polisdən tələb eləyir, məni içəri buraxmalısan, yenə də deyirəm. Savadlı müəllim bilməlidir ki, mühafizə çəkən polis, asayişi qoruyan polis. Kim hara getmək istəyirsə, onun üçün qapı açarsa, heç polis görəvindən xəbəri yoxdur onun. Prezident aparatının qarşısında dayanan polis, bəli, işini görürdü. Baxmayaraq ki, siz bəzən onlara bir lağlağı da edirdiniz, amma yenə də deyirəm, savadsızlığınızı ortaya qoydunuz. Və bu müəllimlər aylardır bar-bar bağırırlar. Fevral ayının 27-sindən konkret deyim. Deyirlər, ötən gün Xocalı soyqırımını qeyd etdik. Fevral ayının 26-sını deyirlər. Xocalı soyqırımını qeyd etdik. Xocalı soyqırımından dərhal sonra müəllimlərin soyqırımı başladı deyir. Musiqi müəllimləri. Siz musiqi müəllimlərinin imtahandan kəsilməsini Xocalı soyqırımı ilə birləşdirib buna da bir də soyqırım adı verirsinizsə, həqiqətən mənim sizə sözüm yoxdur. Və həqiqətən siz nə qədər savadsızsınız. Və həqiqətən də Xocalı soyqırımı ilə imtahandan kəsilmənin ikisini də soyqırım adlandıran müəllim bugün fəaliyyət göstərməsə yaxşıdır. Bizim bəzi toxunulmaz şeylərimiz var. O şəhidlərdir. O bizim Xocalı soyqırımıdır. Baxmayaraq ki, bəzilərdə deyirik, Xocalı çoxdan olub, yadımıza salmasaq da olar filan. Belə alaqotları mütləq olacaq içərimizdə, bu bir mənalı şəkildə. Amma bir də bugün də şəhidinə və 1-ci Qarabağ savaşında günahsız ölənlər üçün ağlayanlar və onlara dəyər verənlər də var. Bəli, nə qədər ki, belələri olacaqsa,
Biz mərd xalq kimi ayaq üstündə dayanacağıq. Savadsızlığınızı göstərdinizmi Xocalı soyqırımı ilə müəllimlərin imtahanda kəsilməsini eyniləşdirib? Həmin xanım mənim TikTok sosial şəbəkəmdə izləyicimdir. Çox dayandım ki, bununla bağlı ümumiyyətlə heç də danışmayayım, çünki xanıma hörmətsizliyi eləmək istəmədim, amma həqiqətən də çox gülüncdür. Həddindən artıq çox gülüncdür. Və siz bugün nə isə etmək istəyirsinizsə, kiməsə etiraz eləmək istəyirsinizsə, ilk cümlənizi prezidentin göstərişi, vallah da, billah da. Televiziya aparıcıları xüsusən də xəbər sahəsində olan prezidentin çıxışlarını o qədər diqqətlə dinləyir. Elə biri mən və o qədər biz gözəl eşidirik ki, prezidentin çağırışlarına. Amma nəyəsə etiraz eləyiriksə, prezidentin göstərişinə əməl olaraq demirik də, etirazımızı eləyirik normal. Və siz bugün savadsızlığınız üzündən imtahandan kəsilirsinizsə, siz obri müəllimlərin də haqqına girirsiniz, amma bu haqqı sizə heç kim vermir. Siz deyə bilməzsiniz ki, orta məktəb müəllimlərinə İmtahan etsinlər, musiqi müəllimlərini etməsinlər. Niyə musiqi müəllimləri göydən mi düşüb? Niyə saxta diplomlu bugün musiqi müəllimi məktəbdə dərs keçməlidir? Və 5 ildən də sonra öyrətdiyi uşaqdan soruşasan, deyəsən ki, doğru hardadır? Pianoda göstərməni başlayacaq axtarmağa. Yəni, ümumiyyətlə mən belə başa düşürəm ki, bu musiqi müəllimləri, biz savadsız olsaq da, biz dövlətdən pul alırıq, bu pulumuzu kəsməyin deyirlər. Amma inanın ki, o mənasız etirazlara itirdiyiniz zaman var idi, ha. Ondansa gedib hazırlaşsaydınız, siz nəticə əldə eləyə bilərdiniz. Nəinki gəlib bütün savadsızlığınızı orada ortaya qoymazdınız. Və indi düzdür, bununla bağlı artıq işlərə başlanılır, artıq bununla bağlı addımlar atılır. Təbii ki, mənim də xoşuma gəlmir. İllərlə 20 il, 30 il işləyən orta məktəb müəllimi, məsələn deyək, bir riyaziyyat müəllimi gedir imtahan verir. Və bu, verdiyin diplomun, özünün, verdiyin təhsilə inanmamağındır, verdiyin savada inanmamağındır. Amma bugün bu gerçəklik var, bugün bu reallıq var. Və bugün müəllimlər imtahan olunmalıdır. Amma musiqi müəllimlərinin orta məktəb müəllimlərindən heç nə ilə fərqi yoxdur. Sonuçda adınız müəllimdir. Biz müəllimə salam verəndə demirik ki, salam musiqi müəllimi, salam riyaziyyat müəllimi demirik ki, ikisinə də deyirik, salam müəllim, necəsiz? Bu qədər bəsit. Yəni, bir adınız var sizin də, müəllim adınız. Ona görə də imtahandan kəsilirsinizsə və yaxud da ki, hansısa bir dünya şöhrətlini, bəstəkarı gətirib Ağdamda və yaxud da ki, Şuşada doğulan eləyirsinizsə, bəli, siz elə imtahandan kəsilsəz yaxşıdır və bir də ki, hazırlaşın, oxuyun. Oxumaq da öyrənmək də heç zaman gec deyil. Normal insan hər gün nə isə öyrənir. Amma çox xahiş eləyirəm, özünüzü gülünc vəziyyətə salmayın. Müəllim bilməlidir. Prezident aparatının qarşısına gəlib dayanıb prezidentlə görüş tələbi edirəm deməməlidir. Prezidentin qəbuluna yazılmaq lazımdır. Xocalı soyqırımı ilə müəllimlərin imtahandan kəsilməsini eyniləşdirmək olmaz və öz maraqları üçün hər dəqiqə prezidentin adından istifadə etmək olmaz. Yenə də deyirəm, problemləri işıqlandırıram. Hələ heç vaxt deməmişəm ki, prezidentin dediyi filan şeyə görə, bəli, əgər konkret olaraq prezidentdən sitat gətirmək lazımdırsa, təbii ki, deyirəm bunu. Amma ki, o hər sözünüzün başında öz maraqlarınız üçün, yəni bu prezidentdən, ikinci də ki, asayişi qoruyan polisə deyə bilməzsiniz ki, icazə ver mən keçim. Savadsızsınız, yoxsa yox. Təbii ki, savadlı olsaydınız, imtahandan kəsilməyəcəydiniz.